Salam dostlar. İndi mən yenə bir ağırlı məsələdən söhbət açacağım. Keçən ilin avqust-sentyabr ayında tut ağaclarına qurtlar hücum çəkmişdilər. Bütün yarpaqlarını yeyirdilər. Mən bu barədə Yaşıllıq İdarəsinə zəng elədim. Təbii Sərvətlər Nazirliyində müvafiq qaynar xəttinə dedim. Hamı öz yaxasından qaçırtdı ki, yox, özəl qurumlar dərmanlamalıdır. Biz ona cavabdeh deyilik. İndi həyətimdə belə böyük bir tut var. Yenə başlayıb bax, yuxarıdan görüm, yaxınlaşdıra bilirəm. Oradan qurtlar başlayır yeməyə. Burada yaxın bir budaq var, onu tuta bilsəm. Budur. İndi o bir tərəflərdən də başlayıb yavaş-yavaş qurtlar. Keçən mən belə elədim, gördüm heç kim yaxın gəlmir, dərman da tapa bilmədim. Sadəcə olaraq biraz şampunlu suya, xlorlu su qatdım. Az dozayla həmin qurtları biraz ağaçdan uzaqlaşdırdım. Məncə, mən ərazidə gəzən adamam, işimlə əlaqəli. Bugün xeyli ağac görmüşəm ki, tut ağaçları artıq yarpaqlarında belə qurtlar yeyiblər. Nəsə sos siqnalını çalmağım məncə vaxtıdır. Bu haqda bilgili olan, bu haqda məsləhəti olan xahiş edirəm, öz rəyini bildirsinlər. Sağ olun.